Uzaq bir diyarda səyahətçi paltarında ölkəsini gəzməyi sevən bir padşah yaşayırdı. Padşah bir gün böyük bir tikinti sahəsinə baş çəkir. Bir işçi yorğun halda öz-özünə mırıldanaraq işləyirdi. Padşah işçiyə yaxınlaşaraq soruşur: "Dostum, de görüm səni bu qədər narahat edən, səni bu qədər şikayətləndirən nədir? Mən şikayət etməyim də kim etsin? Bu həyatdırmı? Bütün gün daş tökməklə keçirirəm. Təsəvvür edə bilməzsən ki, nə qədər darıxdırıcıdır. Bu işdə nə həyəcan verici, nə zövq verici bir şey var. Hər gün ertəsi günün eynidir. Bütün bunların nə mənası var?" Padşah kişi ilə razılaşır və tikinti ərazisində biraz daha irəli gedir. Bu dəfə də eyni işi görməkdən məmnun görünən biri ilə qarşılaşır. Padşah işçiyə yaxınlaşır və soruşur: "Dostum, de mənə, bu qədər sıxıcı işdən necə zövq ala bilirsən?" Usta cavab verir: "Mən bir daş ustasıyam, sağlam divarlar hörürəm. Məndən öncə də atam bu işlə məşğul idi. Sənə bəsit görünən bu iş mənim fəxrimdir. Mənim hördüyüm divarları memarlar göylərə qaldırır. Üst-üstə qoyduğum daş əsrlər boyu burada qalacaq. Bu gözəlliyi tikərkən ürəyim necə sevinc və minnətdarlıqla dolmasın. Hekayənin ötürdüyü mesaj: dünyanın sizin unikal rənginizə ehtiyacı var. Hər birimiz zamanın toxmasında rəngarəng bir ipliyik. Hətta tək bir ip belə ümumi gözəllik nümunəsinə unikal töhfə verir. Həyatımıza necə töhfə verdiyimizə diqqət yetirsək, dünyanın rəqsinə əlavə etdiyimiz gözəlliyi görə bilərik."